Mən öz ayağımla qoşunun içinə gəlmişəm. Biləsən ki, mənim səndən və döyüşçülərinin dəlicəsinə çəkdiyi nərələrdən qorxum yoxdur. Buna əminəm. Eləcə də bilirəm ki, Übeydullah ibn Abbas heç nədən qorxub çəkinmir. İndi isə atdan düş gəl, çadırımda biraz dincəl. Oturup bir-birimizlə söhbətləşək. Uzun müddətli görüşmürük, mömin. Nə mən sənin qonağınam, nə də ki sənin çadırın mənim yerimdir. Tək gəlmişəm ki görüm, nə istəyirsən? Mən nə istəyirəm? Heç nə. Allahın razılığından və Rəsulunun itaətindən başqa nə istəyim ola bilər? Məndən hiləgərlik eləmə Hindənin oğlu. De görüm ardı kəsilmədən qasid göndərib, məndən nə söhbət eləmək istəyirsən? Vallahi heç bir hilə yoxdur. Sadəcə oturub, söhbət eləyib, sənə düzgün yolu göstərməklə öz vəzifəmi yerinə yetirmək istəyirəm. Məyər indi düzgün yolda deyiləm ki, mənə yol göstərirsən? Demirəm ki, deyilsən. Sadəcə yəqinim yoxdur. Məyər mən Allah Rəsulunun övladı tərəfində, sənsə onunla üz-üzə dayanmamısan? Yox. Məyər mən Həsən İbn Əlinin qoşunun sərkərdəsi, sənsə şeytan ordusunun başçısı deyilsən? Mən belə düşünmürəm. Sən zəmanənin xəlifəsinə qarşı çıxmamısan? Yox, güman eləmirəm. Əlbəttə, ola bilsin mənimlə Həsən İbn Əli arasında kin-kudurət olduğu üçün iki qoşun bir-biri ilə üz-üzə dayanır. Lakin məsələyə dəqiqliklə diqqət yetirsək, həqiqətin başqa bir şey olduğunu görəcəksən.
Məyər indiyə qədər bu kəlamı eşitməmisən ki, əməllər niyyətə bağlıdır? Allah bəlanı versin ki, işin ancaq hiləgərlikdir. Yox! Get! Salamat qayıda bilərsən. Amma bil ki, haqq söz eşitməyə dözümün yoxdur. Əbu Süfyanın oğlu, bir təklifim var. Əgər qəbul eləsən, bu qarşıdurmaya son qoyulacaq və heç bir müsəlmanın qanı tökülməyəcək. Gəl ömründə bir dəfə də olsa kişi kimi meydana gir və elə indi burada əlinə qılınc alıb mənlə döyüş. Qoy yalnız sənlə mən bu döyüşün aqibətini müəyyənləşdirək. Gəl. Nə deyirsən? Razıyam. Razısan? Bəli, razıyam. Amma bir şərtim var. Nə şərt? Bir şərtlə ki, qılınclarımız bir-birinə dəymədən öncə bir neçə sualıma cavab verəcəksən. Bilirdim ki, qəbul eləməyəcəksən və o saat hiylə yaratacaqsan. Siffeyində də Əli-i Mürtəza səni döyüşə dəvət eləyəndə belə elədin. Sən özünü Əli ilə müqayisə edirsən? Allah eləməsin. Sən mənim yerimdə olsaydın, döyüşərdin. Düz cavab ver, İbn Abbas. Əlinin qılıncı qarşısında dayana bilərdin. Bax, qoşunumun qarşısında heç bir xəcalət çəkmədən deyirəm. Mən Muaviyyət ibn Əbu Süfyan, Əli ibn Əbi Taliblə üz-üzə dayanmağa cürətim çatmadı. Mənim bu sözüm sədaqətimin nişanəsi deyil. İndi sən də sədaqətini göstərib, kişi kimi düzündə görüm, niyə Həsən ibn Əli ilə beyyət elədin? Çünki onu Əlinin həqiqi canişini və müsəlmanların əmiri bilirəm. Sən bu sözü ürəkdən deyirsən? Bəli, vallah belədir. Əminsən ki, bu beyyətdə başqa bir məqsədin yoxdur? Bəli, əminəm. Məyər beyyət etməkdən məqsədin bu deyilmi ki, onu mənimlə döyüşə cəlb eləyəsən? Yox. Mən heç bir şərtsiz ona əl uzatmışam. Üsr ibn Ərtad, o məlun cəllad, Yəməndə sənin iki oğlunu qətlə getirmədimi? O şeytanın əməlinin Həsənlə beyyətimə dəxaləti yoxdur. Məyər sən övladlarının ölümündə məni günahkar bilmirsən? Bilirəm, amma mən... Mənim zənnimcə sən evladlarının qisasını almaq üçün mənim qarşıma çıxmısan. Həsən İbn Əliyə görə yox. Sən Allah Rəsulunun övladı, zamanın xəlifəsinə qarşı qiyam eləmisən. Mənim sənlə üz-üzə dayanmağımın yeganə səbəbi də elə budur. Əminsən? Bəli, əminəm. Sən Əli-i Mürtəzaya qarşı da belə elədin. Siffeyni unutmusan? Düz ya səhv. Siffeyn ayrı bir məsələdir. Osmanın qanı aradaydı. Unutma ki, Təlhə və Zübeyir də o yolu getdilər. Amma bugün o gün deyil. Nə bura Siffeyndir, nə Həsən Əlidir. Həsən rəhimlidir. Can yandırır. Müsəlmanların canının, malının qayğısına qalır. O Allah Rəsulunun əziz evladıdır. Onun simasında olan nur Allah Rəsulunun nurudur. Bu sözləri sən deyirsən? Mən öz gözlərimlə gördüm ki, Peyğəmbər Həsəni öz çiyninə götürdü. Bunu görə-görə... Onun gözəl əxlaqı barədə nələr bilmirəm.
Bu qulağımla Peyğəmbərdən şəninə nələr eşitmədim. Yum ağzını. İndi bu fəzilətlərlə mən ona qılınc çəkə bilərəm? Məyər çəkməmisən? Məyər mən onunla düşmən ola bilərəm? Məyər olmamısan? Mən ona və əhli beytinə qarşı hörmətsizlik eləyə bilmərəm. Sən yalan deyirsən. Mən ona zərrə qədər hörmətsizlik eləyə bilərəmmi? Vallah yalan deyirsən. Yox, bacarmaram. Vallah bacarmaram. Amma bədbəxtçilikdən talinin qismətidir ki, məni elə cəmaata başçı təyin eləyib, Bəni Haşimin xilafətini qəbul eləmirlər. Mən neyniyim? Həsən, Bəni Haşimdəndir. İbn Abbas, mənlik heç nə yoxdur. Olsam da, olmasam da fərq eləməz. Bu cəmaat o nəsildən olan xəlifəni qəbul eləmirlər. Mən çalışıram qoymayayım ki, Allah Rəsulunun ailəsinə qarşı hörmətsizlik olsun. İnan mənə. Əmr, o təslim oldu. Gəl bir bax, dəli kimi başını tutub sərgərdan gəzir. Onu öz halına bırak. Übeydullah'ın işi bitti. Mənə öyrətdiklərinin hamısını dedim ona. Hər nə deyirdim, tutarlı cavab verirdi. Elə cavab verirdi ki, sanki qabaqcadan hazırlamışdı. Bilirsən nə vaxt cavab verə bilmədi? Elə ki, Əli İbni Əbi Talibdən dedim. Elə ki, dedim, sən Həsən İbni Əlinin canişin olmaq istəyirsən, gücdən düşdü, dili tutuldu. O qaranlıqda hiss elədim ki, rəngi sapsarı saraldı. Cavab tapa bilmədi. Elə o vaxt öz-özümə dedim. Əmr, sən həqiqətən böyük şeytansan. Mən də o qaranlıqda sənə və Übeydullah'a tamaşa eləyirdim. Və öz-özümə dedim, Əmr, sən həqiqətən böyük şair yetişdirmişsən. Bilirsən, Əmr, əgər mən və sən Nuh qədər yaşasaydıq, bütün dünyanı ələ ala bilərdik. Heç kim bizim zəkamızın müqabilində dayana bilməzdi. Bax elə buna görə də ağarmış tüklərimi görəndə ürəyim sıxılır, qəm bürüyür məni. Düşünürəm ki, bir gün gələcək, mən də bu dünyanı tərk eləyəcəyəm. Bədənim lərziyə düşür. Yaxşı, nəysə. Hələ bizim növbəmiz çatmayıb. De görüm, indi neyniyək? Qoy Übeydullah'ın xəyanət xəbəri mədayinə çatsın. Sonra isə bir neçə məktub və elçi Əbu Məhəmmədin yanına göndər və sülh tələb elə. Sülh istəmək? Qəbul eləyəcək? Yox, heç vaxt qəbul eləməz. Bəs onda sülhü niyə istəyirik? Ayıq ol. Əli ibn Əbu Talibin oğlu şübhəsiz, gec-tez bir gün sənin üstünə qılınc çəkəcək. Hətta qoşundan ümidsiz olsa belə özü tək-tənha sənə hücum eləyəcək ki, öz ölümü ilə hakimiyyətinin sütunlarını titrətsin. Gərək sən bundan özünü qoruyasan. Muaviyyət ibn Əbu Süfyan sülh istəyir. Həsən ibn Əli isə döyüş istəyir. Bununla sən göstərəcəksən ki, istəmirsən müsəlmanların qanı tökülsün, istəmirsən ki, Allah Rəsulunun ailəsinə hörmətsizlik olsun. Bununla da şək şübhədə olanlar, qorxaqlar, döyüşdən çəkilənlər, bütün tərəfdarları Həsən ibn Əlini tərk eləyəcəklər. Amma onun döyüşdən başqa bir şeyə razılaşmayan tərəfdarları da var. Bəli, bilirəm. Bunu da xəvaricin əli ilə həll eləyərik. Xəvaric?
Heç inanılası deyil. Ola bilməz. Əvvəl Rəşid, sonra da bu müsibət. Bilirsən onu tapmaqdan ümidsiz olduqda nə arzulayırdım? Arzulayırdım ki, qarətçilərin xəncəri ilə qətlə yetirilmiş cəsədini tapaydım. Çox istərdim ki, casusların əli ilə qətlə yetirilmiş qanlı cəsədini gözlərimlə görəydim. Amma... Çox təəccüblüdür. Mən də belə arzu eləyirdim. Neyniyək? Bəlkə Übeydullah ibn Yox, Abbas. hərb. Heç nə demə. Bu sözləri eşitməyə taqətim yoxdur. Gərək həqiqəti qəbul eləyək. Übeydullah qaçıb. Bu dəqiqdir. Gözətçi onu təpədən yuxarı gedərkən görüb. Deyirsən qaçıb? Muaviyyəyə qoşulub? Axı necə ola bilər Muaviyyəyə qoşulsun? Salih. Namaz vaxtıdır. Azandır. Qulaq as. Namazdan sonra Salih ilə birgə özünü Kufəyə yetir. İmamın evini ciddi mühafizə eləyin. Lazım olsa Kufədən çıxardın onu. Nə bilmək olar? Bəlkə də Muaviyyənin muzdurları bu xəbəri eşitməklə çaşma salıb, Əba Mühəmmədə təzyiq göstərməklə ona xətər getirə bilərlər. Oldu. Bəs mehrabda kim dayanacaq? Mən, Həsən İbni Əli, Übeydullahı qoşuna sərkərdə təyin eləyərkən buyurdu. Übeydullah ölsə, Qeys. Əgər Qeys ölsə, Səyid qoşuna rəhbərlik eləyəcək. Cəmaat Ubeydullahı soruşsalar, biz onlara nə cavab verək? Biz bilmirik Übeydullahın başına nə gəlib. Bilirik. Elə bunu da deyərik. Fikrin nədir Qeys? Cəmaat intizardadır, sənin cavabını gözləyirlər. Çarə yoxdur. Gedək suallarına cavab verək. Gedək. Siz nəyi bilmək istəyirsiniz? Ordugahda nə baş verib? Niyə mihrabda bugün sən dayandın? Ubeydullah ibn Abbas hardadır? Bilmək istəyirsiniz Übeydullah ibn Abbas hardadır? Yaxşı, deyərəm. Cemaat, Übeydullah ibn Abbas bizim yanımızdadır. Dünən gecə o öz ayağı ilə Əmir əl-Möminin Muaviyyət ibn Əbu Süfyanın düşərgəsinə gəlib və minlərlə dirhəm mükafat alıb.
Ne danışırsan Şimir, Maviye ile birleşək. Sən nə deyirsən? Nə danışsan? Bizim Əbu Sufyanın oğlu ilə birləşməkdən başqa yolumuz yoxdur. Yoxsa kiçik bir səhv hamımızın canını təhlükəyə sala bilər. İbni Ümeyr Mədayindən xəbər göndərib ki, casuslar və qarətçilər Əba Məhəmmədin ordusunun kələyini kəsiblər. Mənə qulaq asın, qardaşlar. Artıq heç kimə güvənmir. Çadırlardan dəstə-dəstə qətlə getirilmiş adamları çıxarırlar. Bəziləri də canının qorxusundan qaçıb aradan çıxıblar. Biz hazır olmalıyıq ki, fürsət düşən kimi Kufəni ələ keçirək və bununla Muaviyyəyə daha da yaxın ola bilərik. Ne danışırsan Hansı yaxınlaşmazlar danışırsan? Səbr edin. Razı deyilik. Bu mümkün deyil. Bu mümkün iş deyil. Bu ola bilməz. Qeyri-mümkündür. Bu əsla mümkün deyil. Nə olub? Cədə mənim görüşümə gəlib. Qızın? Yəqin mühüm məsələdir. Salam ata. Aleyküssalam qızım. Nə olub? Gözümə bir tər görünürsən. Nəsə olub? Sən düz deyirdin. Həsən İbni Əlini xainlər əhatə ediblər. Düzünü desəm, sən bu sözləri mənə eşitdirəndə inanmağım gəlmirdi. Amma indi bilirəm ki, atam mənim və yalnız Allah Rəsulunun övladının xeyrini fikirləşir. Qızım, tez ol danış görək nə olub? Hər an bir sərkərdəs onu tərk edib, Muaviyyəyə qoşulur. Ay qız, canımı boğazıma yığdın. Axı kimdən danışırsan? Həsən İbni Əlinin əmisi oğlundan, Übeydullah İbni Abbasdan, ordu sərkərdəsindən, hamıdan ona yaxın olan şəxsdən. Məyər Übeydullah nə eləyib ki? Elə indi xəbər gətirdilər ki, Übeydullah qaçıb və minlərlə dirhəmin müqabilində Muaviyyənin ordusuna qoşulub. Düz deyirsən? Kim bu xəbəri gətirib? Hərb İbn Abdullahla Salih İbni Haris, Əba Məhəmmədin bu iki ən vəfalı dostu gəlib bizim evi qoruyurlar ki, bizə heç bir xətər yetişməsin. Ay aman! Sən dəqiq bilirsən bu xəbər düzdür? Bəli, ata. Hərb Übeydullahın qaçdığını danışdıqca gözlərindən yaş axırdı, qəm-qüssədən ağlayırdı. Onlar bu xəbəri yayılmamış, özlərini təcili Kufəyə yetiriblər. Lap yaxşı, yaxşı. Sən evə qayıt, gözdə qulaqda ol, bildin? Əgər təzə bir xəbər eşitsən, ya da nəsə baş versə, tez mənə çatdır. Ata, siz Həsən İbni Əlini tək qoymayacaqsınız ki? Əlbəttə ki, yox. Bu nə sualdır? Başqa niyyətim yoxdur. Bilmək istəyirəm ki, ona necə kömək eləyəcəksiniz? Gərək fikirləşim. Dostlarımla məsləhətləşim görək, ona necə kömək eləyə bilərik. Sən nigaran olma, tezliklə çıxış yolu taparıq. Sən evə qayıt, dediyim kimi hər bir şeyə diqqət yetir. Yaxşı. Düzünü desəm, o Hərb İbn Abdullaha və o birisinə adı neydi? Salih, Harisin oğlu. Haris. Elə də inanma. Onların Übeydullah və Kindi ilə heç bir fərqi yoxdur. O Harisi mən yaxşı tanıyıram. Cəsusdur. Müaviyyənin cəsuslarından. Özünü Əba Məhəmmədin yaxın dostlarından göstərməklə canfəşanlıq edir. Amma əlinə fürsət düşən kimi qəfildən zərbə indirəcək. Bu iki nəfər də onun yaxınlarındandır. Bunu unutma. Oldu ata. İndi isə get. Nə olub? Nə dedi? Nə xəbər gətirib? Elə bir xəbərdir ki, desəm, ağlınız başınızdan çıxacaq. Nə xəbər?
Havayı heç nə deyən deyiləm. Əgər eşitmək istəyirsinizsə, ağzımı qızıl pulla doldurun. Nə gic-gic danışırsan? Danış görək. Danışmağım qeyri-mümkündür. Zarafatın yeri deyil. Danış axı nə olub? Elə indicə qızım Cədə. Əlbəttə ki, Əba Məhəmmədin həyat yoldaşı. Daha doğrusu, o evdə yaşayır və həmin evdə böyük hörmət və ehtirama malikdir. Həmin o evdə heç kəs onun qədər hörmət və... Nə sayıqlayırsan axı? Sözümü de. Nə xəbər gətirib? Xəbər gətirib ki, Übeydullah ibn Abbas bir neçə dirhəmə aldanaraq Müaviyyət ibn Əbu Süfyana qoşulub və Həsən ibn Əlini tənha buraxıb. Əş-əş. Valla, əgər zarafat Nə eləsən... zarafat? Əmin ola bilərsiz. Doğru xəbərdir. İndi neyniyək? Nə baş verə bilər Şimir? İndi neynəməliyik? Bu yaxınlarda böyük hadisələr baş verəcək. Gedin və olduqca ehtiyatlı olun. Gedin. Gedək, gedək. Gəlin, Gedin. Gəlin gedək. Gedək görək nə olur. Çalışın. Olduqca ehtiyatlı olasınız. Sonra bir qərarı gələrik. Gedək. Ara. Əmir İbn Hüreysin evinə. Məhəmməd, nə olub? Übeydullah qaçıb. Nə dedin? Qaçıb? Hə, qoşunu buraxıb, xəbərsiz qaçıb. Übeydullah. Yaqub hücrə xəbər ver. Bəs hara qaçıb? Muaviyyənin ordusuna qoşulub. Məhəmməd, İbn Abbas qaçıb, Muaviyyənin ordusuna qoşulub. ardımca gəl. Salam. Buyurun. Hey, qalxın buradan. Həccar, Əmir, haradasınız? Xəbər gətirmişəm ki, 10.000 sikkəyə dəyər. Əgər özümüz bilsək, sənin xəbərinə heç nə düşmür. Bilirsiniz? Übeydullah Muaviyyəyə qoşulub. Xəbərin elə bu idi, Zülcövşənin oğlu. Deməli siz bilirsiniz? Nə vaxt öyrəndiniz? Biraz öncə, hər halda sizin ikinizdən əvvəl. İndi əgər istəyirsinizsə, Übeydullahın xəbərindən daha mühüm bir xəbər sizə deyim. Nə xəbər? Amma gərək əvvəl pulunu ödəyəsiz. Qiyməti də Zülcövşən oğlunun dəvələrinin sürüsündən 1000 dəvədir. Razılıq verirsən? Nə olub Həccar? Hələ əmirinin hakimiyyəti möhkəmlənməmiş. Başqalarının var dövlətinə göz dikirsən. Möhkəmlənər Şimir, möhkəmlənər. Elədir. Nəhayət deyəcəksiniz təzə xəbər nə idi, ya yox?
Hal-hazırda Muğeyrə, Əməvi başçılarından 2 nəfərlə birgə, Əmir Müaviyyət ibn Əbu Süfyanın elçisi olaraq, sülh təklifi ilə və əmirin möhürlədiyi boş məktubla Mədainə tərəf yollanıblar. Əmirin boş məktubu? Bəli, bu o deməkdir ki, əmir Həsən ibn Əlinin bütün şərtlərini qəbul edir. Müğeyrə sülh təklifi ilə Mədainə daxil olan kimi xəvaric qiyamət qoparacaq. Gərək Müaviyyə bizi bu işdən xəbərdar eləyəydi. Biz də ona kömək eləyərdik. Yox, əksinə. Əmir İbni Ümeyrə xəbər göndərib ki, sülhü bəhanə eləyib çaxnaşma salsın. Başa düşmürəm. Əslində bunun heç bir xeyri yoxdur. Həsən İbn Əlinin sülh bağlaması qeyri-mümkündür. Elə buna görə də əmir möhürlənmiş boş məktub göndərir. Əmir, düzünü de. Nə hadisələr baş verir? Doğrusu mən də bilmirəm. Gərək səbr eləyib gözləyək ki, əmirin elçiləri Mədainə çatsın. Bəlkə də indiyə çatıblar. Salam aleyküm. Aleykümesselam. Buyurun. Müğeyrə burada nə eyniyir? Muaviyyə hansı təklifi Əba Məhəmməd üçün göndərib? Biz bilmirik. O, Həsən İbn Əli ilə danışmaq istəyir. Həsən İbn Əli niyə Muaviyyənin elçilərini qəbul eləyir? Qəbul eləyir. Ona görə ki, müsəlmanların xeyri bundadır. Biz onun göstərişinə tabi. O bizim yox. Bu düzdür ki, Übeydullah təslim olduqdan sonra Həsən İbn Əli Muaviyyə ilə sülh eləmək istəyir. Düzdür? Düzdür! Cavab verin! Düzdür! Doğrudur ki, məskəndəki qoşun Übeydullah getdikdən sonra dağılıb? Doğru deyil! Yalan deyil! Bugün səhər məskəndən qasid gəlib. Qeys İbn Səd qoşuna başçılıq eləyir və əmrə müntəzirdir.
Biz də burada gözləyəcəyik ki, Muaviyyənin elçiləri xeymədən çıxsın və Həsən İbni Əli də onlarla nə barədə söhbət elədiyini bizə danışsın. Düzdür. Elədir. Bu cəssusu tapdım. Hansı cəsus? Həmin bizim sərkərdəmiz olan, Küfədə yanıma gələn. Ano? Odur, Harda? ağacın arxasında. Əyləşin camaat. Səbr eləyək. Əyləşin. Əyləşin. Oturun. Oturun. Hamı otursun. Əyləşin. Səbr eləyək. Səbr eləyin. Vallahi əgər Həsən İbni Əli Muaviyyə ilə sür bağlasa, mən də mütləq İbni Mülkəmin elədiyi kimi eləyəcəm. And olsun Allaha ki, ürəyimdən xəbər verdin. Elə mən özüm də bu fikirdəyəm. Mənimlə əlbir olub bu işi sona yetirməyə hazırsan, Bəli, hazıram. hətta ölüm qorxusu olsa belə, Hazıram. onda əhd bağlayan, onu öldürəcək, canımız bahasına olsa belə. Müğeyrə fitnə törətmək niyyəti ilə Mədayinə gəlmişdi. O gəlmişdi ki, Xəvaricin və Küfə başçılarının xaincəsinə yazdıqları məktubları Həsən İbni Əli əleyhissalama göstərsin və onu ümidsiz eləsin. Bir vaxt bu şəxslər imama beyyət etməyə canfəşanlıq edirdilər. İndi imam fərqinə varmadan Küfəlilərin imza və xətlərinə baxırdı. Çünki hər bir şeyi qabaqcadan bilirdi. Onların tərzi təfəkkürünə, bəd əxlaqlarına çoxdan bələd idi. İlk dəfə cihada dəvət olunarkən bu cəmaat min bir bəhanə gətirdi. Sonra imam Müğeyriyə xitab eləyərək buyurdu: Mən onları sizdən qabaq və sizdən daha yaxşı tanıyıram. Onların təəssübkeşliyini və dünyaya olan məhəbbətini sınamışam. Sonra Müğeyrəni və onunla gələnləri Allaha itayət eləməyə dəvət elədi. Üsyan eləməkdən çəkindirdi. Allah və Rəsulu yanında cavabdeh olduqlarını onlara bildirdi. Amma Müğeyrə xeymədən bayra ayaq basan kimi iki başlı sözlərlə imamın sülhə razılığını bildirdi və bununla da fitnə alovunu qızışdırdı. Ey Müğeyrə, de görək, nə danışdınız, hə? Həsən İbni Əli hər şeyi özü sizə deyər. Əlbəttə, əgər lazım bilsə. Lazımdır. Mən yalnız bunu deyə bilərəm ki, heç kim Həsən İbni Əli qədər müsəlmanların canından və malından nigaran deyil. Eşitdiniz? Eşitdiniz bu məlum nə dedi? Dediklərindən nə başa düşürsünüz? Siz sülh və barışığı hiss eləmirsiniz? Eləyirik! Hiss eləyirik! Hiss eləyirik! Sakit olun! Siz deyildiniz Həsən İbni Əli ilə beyyət etməkdən ötürü əldən ayaqdan gelirdiniz? İndi sizə nə oldu hay namərdlər? Niyə hər an bir fikrə düşürsünüz? Cilddən cildə girirsiniz, hə? Həsən İbni Əli Muaviyyə ilə sülh eləmək istəyir. O, Muaviyyə ilə barışmaq fikrindədir. Hər kim Muaviyyə ilə sülh eləsə qanı halaldır. Qanı halaldır! Halaldır!
Başsalıq cəmaatı bir-birinə qarışdırırlar. Ay lənət olsun sizə. Özüm şahid idim ki, atası Əliyə qarşı da belə. Biz Muaviyə ilə sülh eləməyəcəyik! Hücum edin! Od vurun! Hücum edin! Bu Həsən İbn Əli nəvasıdır. Bu Həsən İbn Əli nəvasıdır. Çadırda odun yandırdı. Bu Həsən İbn Əli Həsən İbn Əlinin əmasıdır. Zaman çatdı.
Elə indi Əba Mühəmmədin yanından qasid gəlib. Xəbər gətirib ki, elə indicə Əmir əl-Möminin tərəfindən bir daha onun görüşünə gedim. Dayan, səbr elə. Əmir əl-Möminin mənə deyirsən? Əlbəttə, Əmir. Deməli, Əba Mühəmməd istəyir ki, bizim tərəfimizdən onun görüşünə gedəsən? Bəli, Əmir. Başa düşmədin? Xəbər gətiriblər ki, Mədain ordugahında böyük çaxnaşma salıblar. Bunu sizin cəsuslardan biri eləyib. Yenə cəsusların səhv xəbər gətiriblər. Əmir, demək istəyirəm ki, bəlkə bu çaxnaşma və fitnədən sonra Əbu Məhəmməd sizinlə sülhə razılıq verəcək və bəlkə də... Sən yenə sayıqlayırsan. Bizim aramızda heç bir sülh yoxdur. O məndən sülh etməz. Sülh fikrində də olmayıb. Biz bu sözü yalandan şaiyə buraxmışıq. Sözsüz onun bu istəyinin bir səbəbi var. Amma cəsuslar xəbər... Lənət sənə də cəsuslarına da! Sizi narahat eləmək istəmirdim, Əmir. Birdən getməli olsam və Əba Mühəmməd istəsə ki, sülhnaməni imzalayım, onda mən nə eləyim? Nə istəsə dərhal qəbul et. Hər bir şərtinə də razı ol. Dərhal işi bitirməliyik. Bəli. Biz onu qətlə yetirməliyik. Qulaq as. Əhd bağlamazdan qabaq sən onu vur və dərhal atlara tərəf qaç. Mən də qılıncla tərəfdarlarının qarşısını kəsərəm və imkan vermərəm səni izləsinlər. Lap yaxşı. Gedək. Gedək. Filmin sonu. Təkamül tərcümə mərkəzində tərcümə olunub. Filmi tərcümə edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əsgərov, Hacı İsmailov, Səidə Quliyeva, Almaz Amanova, Pərviz Bağırov, Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtuzəliyev, Samir Qulamov, Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları.